Tozlanma ilə bağlı belə deyim ki, ümumi düzgün məlumat bölüşülməsi olmamışdır deyənə bu vaxtacan. Ona görə fermerlərimiz bir çox çeşidləri, bir çox ölkələrdə gördüyümüz kimi düzgün əkilməmişdir. Tək sortdur, birdən-birə, yəni bir çox yerlərdə görmüşük ki, nəinki 5 hektar, 10 hektar, 50 hektara qədər eyni sorta əkilən yerlər var idi, təkcə içində tozlanma olmadan. Artıq onun da özünüz gördüyün kimi, indi buradakı bir çox fermerlər, yəni bunun real şahidi olurlar, həmin bağlar indi sökülür. Aradan neçə il keçib, haradasa bir 10 il. Yəni 10 il bir bağa bax, bütün maliyyəni ora sərf elə, amma yenə görürsən ki, nəticə yoxdur. Ona görə bağlar sökülürdü. Biz buna belə deyim, müvafiq olaraq meyvə bağları qurarkən tozlanma sxemlərindən istifadə etmək üçün nə qədər videolar yayımladıq burada, ətraflı başa saldıq. Videonu yayımlayanda da tozlanma ilə bağlı videolar. Təkcə belə deyim ki, sizə 2024-cü ildə yayımlandı, artıq tozlanma barədə danışmışıq deyib, bu bitdi, artıq belə bir məsələ deyildi. 2025-dən də yeni tozlanma barədə videolarda qeydlər aparırdıq, ərazilərdə gezirdik, baxırdıq ki, hansı tutub, tutmuyor. Məsələn, görürdük Qubada nəticələr yaxşıdır. Məsəl üçün, biraz bu tərəfə bağlara gəl. 5 kilometr ətraf bağda görürdün ki, o nəticə götürülmür. Fikir verirdin ki, tozlanmadan düzgün istifadə eləməyib, amma hər hansı bir çeşidin üstünə atırdı ki, məsəl üçün, o çeşidə görə gətirməyib. Belə.